A, Şəkildə. B, C. Ay, sağ ol. A, 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 B, C. aha, indi düzdür. A, B, C dedik. Sonra nə deyirik? Sonra A, B, D dedik. A, B dedik. Sonra A, B, C, sonra A, C. Bunların içində ən böyük AC-dir. Niyə? Ona görə ki, bunların hər birinin birinci simvolu A-dır, bir-birinə bərabərdir. Birinci simvollardan bir şey götürə bilmədiksə, keçirik ikinci simvolları yoxlayırıq. İkinci simvollarda da ən böyük, yəni ən sağda duran nədir? C simvoludur. Ona görə də bunlardan ən böyük C-dir, nəticə etibarilə. Ə, Bunu da tərsinə düzəndə AC sıfırıncı element olur, ABC də birinci element. Düzdür, problem yoxdur. Burada təzə nəşrdə bu AB olub. O AB, bunun AB olmağının da elə bir önəmi yoxdur. Bu zamanda bu lap AB olsa, bu zaman buradakı AA, bax bu AB-dən önə keçəcək. Yəni olacaq AA, ondan sonra AB. Yenə də yəni önəmi yoxdur. Bu şəkildə. Əsas odur məntiqin tutun, həmin məntiqlə, yəni hansı formada düşürsə düşsün, artıq icra eləyəsiniz. Belə. Sonra 30-un oxşardısa izah eləməyin. Yəni sadəcə ona oxşardısa qalsın. hansı? 30-uncu. 30-a baxaq da. 30, 30. 30. 30-un bundan heç əlaqəsi yoxdur. 30 tamam fərqli sualdır. Burada funksiya Bundan var. yox, bundan yox. Keçən dəfəki dərsdən. Keçən dəfə Yox, dərsdə birini izah eləmişdik ya da ondan əvvəlkindən. yox, bu elə ümumiyyətlə izah olunmalı sual deyil. Bunu baxaq da. Burada funksiya da var. Dövr də var. Hətta iç-içə dövr var. Bax, buna baxa bilərik. Buna baxaq. Mən bunu istəyirəm. Mən istəyirəm bunu Günel izah eləsin. Əgər izah eləyə biləcəksə, Günel izah eləsin. Günel eşitmədi bizi. Nərgiz. Filiz. İki dənə. İkinci for i in range'də 1-6 verilibdir. Bu 1, 2, 3, 4, 5 kimi başa düşürük. Sonra qayıtsaq birinci for i in range'ə. Deyir ki, birdən n plus 1-ə. Yəni birdən birinci bir götürüb, sonra bir vahid artırırıq. Burada eni mən 1, 2, ini yerinə 1, 2, 3, 4, 5 yazdım. İnin məsələn 0-cı element yazı 0 üzərinə gəlsin 1. Yəni 1, 2, 5-in üzərinə birinci gələndə 6. Yəni 1-dən 6-ya qədər olur, 1-dən 5-ə qədər olur. Sonra hər biri bir vahid artır. Burada da uyğun gələn D variantıdır. Birinci 1-dən 2-yə qədər olur. Yəni 1-dən 2-yə qədər olur. Bir vahid artır. Sonra 1 1 olur. Sonra 1 2 1 2 3. Başa düşdüm. O in range 1-6 deyir. C, I. Burada bizim formal parametrimiz n-dir, faktiki isə i-dir. Burada n-in yerinə i qoyuruq. I də nədir? 1-dən 6-ya qədər qiymətlərdir. İndi for i in range 1-dən n plus 1-ə deyirsə, yəni 1-dən hara?
n 1-dirsə, 1-dən 2-yə. 1-dən 2-yə nə deməkdir? Yəni i-nin 1 qiyməti. 1-i götürürük, 2-ni götürmürük da. i-nin 1 qiymətində 1-i çap eləyir. 1-i çap eləyir. End dedik ki, nədən yanadır? End çap olunan simvolun yanına başqa bir simvolu yazmaqdan yanadır. Burada indi end bərabərdir. Dırnaq içərisində boşluq olduğuna görə 1-i çap eləyəcək, boşluq qoyacaq. Burada dayanacaq kursor. Növbəti sətrə düşməyəcək. İndi bundan sonra nə edir? i-nin 2 qiymətinə baxır. i-nin 2 qiymətində olur bu zaman nə? O i in range 1-dən 3-ə. 1-dən 3-ə deyərkən yəni n 2 idi. N'in yerinə 2 qoyuruq. Yəni nəticə etibarilə i-nin yerinə i-nin qiymətini qoyuruq. Olur nə? 1-dən 3-ə. Bu zaman ekrana nə çıxır? Bu zaman ekrana nə çıxır? Bu arada uşaqlar bu birinci print var idi. Birinci printi end boşluğu qoyduqdan sonra artıq növbəti sətrə düşə bilər. Yəni bu burada kursor burada dayanmır. Aha. Kursor düşdü növbəti sətrə. Bu zaman i-nin 1 və 2 qiymətlərini çap eləyəcək. i-nin 1 qiymətini çap eləyir, boşluq qoyur, 2 qiymətini çap eləyir, düşür növbəti sətrə. Ondan sonra i-nin 3 qiymətində 1, 2, 3-ü çap eləyəcək. 1, boşluq, 2, boşluq, 3 çap eləyir. i-nin 4 qiymətində i-nin 4 qiymətində 1, 2, 3, 4-ü çap eləyəcək. 1, boşluq, 2, boşluq, 3, boşluq, 4. i-nin 5 qiymətində 1, 2, 3, 4, 5-i çap eləyir. 1, boşluq, 2, boşluq, 3, boşluq, 4 boşluq və 5 boşluq. 5, yəni bu şəkildə. Artıq bu bitdiyinə görə 1-dən belə deyək də 5-ə qədər bütün qiymətləri götürdü. Burada print ilə yerinə yetirdi. Bax, bu nədir? Buradakı print nədən yanadır? Buradakı printdə hər dəfə, bax, tutaq ki, burada 1 çap olundu, növbəti sətrə düşsün deyə. Burada 1-2 çap olundu, növbəti sətrə düşsün deyə. Burada əgər print olmazsa, bax, burada printin önəmi çox böyükdür. Burada print olmasa əgər, növbəti sətrə düşməyəcəkdir. Elə 1-i çap eləyəcəkdi, ondan sonra 1-2-ni çap eləyəcəkdi. 1-2-ni çap eləyəcəkdi, 1-2-3 çap eləyəcəkdi. Bir sətr boyunca çap eləyə gedəcəkdi. Ona görə də burada yəni əslində end verib boşluq qoyur. Ondan sonra da print deyir ki, növbəti sətrə düşsün. Əslində burada end olmasaydı, printə də ehtiyac yox idi. Elə i-ni çap edib növbəti sətrə düşəcəkdi. Endi də ona görə verib ki, verilmiş simvollar, çap olunan simvolların arasında boşluq qoysun. Əslində biz burada end ilə, bax endi buradan çıxsaq və buradakı printi buradan çıxsaq, çap necə baş verər əslində? Bax, 1 çap olunar, düşər növbəti sətrə, 1, 2 çap olunar, yan-bayan. Düşər növbəti sətrə, 1, 2, 3 çap olunar. Düşər növbəti sətrə, 1, 2, 3 çap olunar. Düşər növbəti sətrə, 1, 2, daşı 3, burada 4 idi da, 3, 4, 5 çap olunar. Yəni, yəqin ki, məntiqin tutduğunuz məsələni. Bu tiplə də ola bilər, end ilə ikinci printsiz də ola bilər. Bu sual. Bu şəkildə. Filistdən də düzgün yanaşdım. Yəni, bu şəkildə yerinə yetirir. Amma burada printin, ikinci printin funksiyası nə idi, endin funksiyası nə idi, onu da desəydim, daha gözəl olardı. Olsun amma, qəbul. Bu belə. Əsas odur ki, yəni, hər bir kodun məntiqini tutun. Hər bir kodun orada nə işə yaradığını yəni, bilə bilin. Nərgiz. Nərgiz eşidirsən məni?
Rutin özün də görüm. Necə eləyərik bunu? Def şeydi, funksiyaydı. Funksiyada nə, hələ nəsə. If deyir, əgər x y-dən böyükdür, bərabərdirsə, aşağıdakını hesablayacaq. Aha. Olmadı da o deyəndə yerinə hansını qoyacağım, onu bilmədim mən. Sən yaratdığın funksiyanın adı nədir? Fan da. O funksiya fandır. Fanları odur. Bildimi? Aha. Sadəcə 3-2-dir, yoxsa 4-də onu bilmədim. Sən bax birinci 3-2-ni qoyursan, 3-2-ni hesablayırsan. 3-2-nin nəticəsində nə alsan, gətirirsən qoyursan bura. Tutaq ki 3-2-dən aldın tutaq ki A. A ilə 4-ü bu dəfə də hesablayırsan. Hə, bildim. Ha, indi elə Def Python-da funksiyanın təyin eləyib də nəsə. Əgər x, y, indi 3-dən 2 yerinə qoysa x 3 olacaq, y-də 2. Hı. X y-dən böyükdür, bərabərdir. Aha, şərt ödəndi. Deməli, bunu hesablayacaq da x-i. Hı. 2-ni y-ə vuranda, 2 2-yə vuranda 4, sən də 4-ün çıxanda -1. Aha. Sonra eyni sıradadılar deyə e-si də yoxlayacaq da bu dəfə. If ödənibsə Yox, elsə onu baxmırıq. deyib Gülçin. yoxlayacaq. If ödənibsə elsə həyatı boyu baxmırıq. Ay, bildim, ay mən dedim bəlkə if-dir, ondan yana qarışdırdım. Hı. Davam elə, eybi yox. Davam Sonra elə. return x-lə y-ə toplayacaq. Return x plus y. X Bəli. nədir? 3 Aha. -1 Ha, x üçün -1 -1 toplayanda tapmışdın. müsbət 2. Ay, yox. Y-də 2 idi da. Y ilə bağlı bir dəyişikliyimiz olmayıb. 2 ilə -1. 1. Hə, x-dir, dəyişən. Ha, 1. Deməli biz 3-2 adlı funksiyaya, fan vasitəsilə yaratdığımız funksiyaya nə qiymətini tapdıq? 1 qiymətini tapdıq. Yaxşımı? Onda 1-dən Çünki 4-ü yoxlayacaq bu dəfə. return 1 var ha. Və return'dən sonra return ümumiyyətlə özündən sonra gələn qiyməti funksiyaya qaytarır. Hansı funksiya? Bax, fan 3-2-yə. Bu belə. Ha, indi artıq demək A nə idi? A mən elə belə yazmışdım da A oldu deyək ki 1. İndi 1 ilə 4-ü yoxlamalısan artıq. Amma x y-dən böyükdür, bərabərdir. Yox, şərt ödənmədi. Bu dəfə x-i yoxlayacaqdı if ödənmədiyinə görə. Aha. Onda da y-də 2-ni vuracaq x-ə 2, üstünə də 4 gələcək 5. Yox, 6. 2-ni vuracaq x-ə. X dediyimiz 1-dir da. Hə X də dediyimiz 4 1-dir. toplayacaq 6. Bir dəqiqə görün. 1 4-dən böyük deyil. Hə, düşüb şeyə, elsə düşüb. 2, 2 ilə 4, 6, bəli. İndi sən bunu y üçün tapdın Sonra da. return'ü x plus y hesablayacaqdır. Aha. Bəli. İndi y üçün 6 O tapdın, da ki, ikisində 1 idi. 6 ilə də bir toplaq 7. Hı -hı. İndi funksiyaya nə qaytarırsan? 7 ilə nə? 1 ilə 7. Yox da, sən x plus y-i qaytarırsan. X plus y-ində 7-dir. Hə də, bildim. Bu belə. Nərgiz, eşidirsən bizi? Yaxşı, buyurun uşaqlar. Davam eləyək. Davam eləyək, vaxt itirməyək. 37-də səhv oldu. 37 səhv olub. 37-ni də qoy izah eləsin Səkinə. Görək Səkinə necə yanaşır. 7 bəli.
Səkinə. Eşidirəm müəllim. Mikail izah elə 37-ni. Deməli, funksiya daxil edib cavab n. N-in yerinə 5 qoyarıq. If 5 kiçikdirmi 1-dən xeyr, yəni return 1-i qaytarmayacaq. Hı-hı. Ona görə return n dəfə cavab n minus 1-i qaytarar. Yəni 5 dəfə cavab 4-dür. Bu dəfə n-in yerinə 4 qoyacağıq. 4 də 1-dən kiçik deyil. Bu da həm alınacaq 5 dəfə 4 dəfə cavab 3. 3 də 1-dən kiçik olmadığı üçün alınacaq 5 dəfə 4 dəfə 3 dəfə cavab 2. 2 də 1-dən kiçik deyil. Bu dəfə də alınacaq 5 dəfə 4 dəfə 3 dəfə 2. Cavab 1. Return 1-i qaytaracaq. Ümumilikdə 5 faktorialdır da müəllim bu. O da 120 edir. Bəli, Mikail. N-in yerinə 5 qoyuruq. 5 hər dəfə nə hesablayır? 5 vurulsun cavab 4. Bax. 4 qoyduqda 5 vurulsun 4 vurulsun cavab 3. 3 qoyduqda 5 vurulsun 4 vurulsun 3 cavab 2. 2 qoyduqda 5 vurulsun 4 vurulsun 3 vurulsun 2 vurulsun cavab 1. 1 olduqda elə 1 qaytarır. Yəni 5 vurulsun 4 vurulsun 3 vurulsun 2 vurulsun 1. Nəticədə 5 faktorial hesablayır. Bəli. Günel 38-ci sualı izah edə bilərsən? Filiz. Ə, 38-ci sual deyir ki, Python dilində yazılmış proqram nəticəsini tapın. Def funksiyası verilibdir. Sonra aşağıda verilib ki, M0 for n in range 0-3, yəni 0-1-2 deməkdir bu. Sonra M üzərinə gəlsin Sn. Birinci S-in yerinə 0 yazaram. Yuxarıda S-in 0-cı qiymətini hesapladım. Y bərabərdir. 2 vurulsun 0 üzərinə gəlsin 3. Elədi 3. Return Y 3-ü qaytardım. Sonra gəldim M bərabərdir. 0 üzərinə gəlsin Sn. Yəni bu 3 oldu da. M üzərinə gəlsin 3, 3. Sonra gəldik birincini hesapladım. S1. S1 Y bərabərdir. 2 vurulsun 1 üzərinə gəlsin 3, 5. Y5 oldu. 5'i qaytardı. Gəldim aşağıda S-nin yerinə 5 yazdım. Yəni 3 üzərinə gəlsin 5, 8. Burada M oldu 8. Sonra ikinci i-nin ikinci, n-in ikincisini hesablayıram. X'in yerinə 2 yazdım. Y bərabərdir 2 vurulsun 2 üzərinə gəlsin 3, 7. Gəldi aşağıda yenə S-nin yerinə 7-ni qaytardı. Gəldi aşağıda S-nin yerinə 7 yazdım. Axırıncı qiymət 8 idi. 8-in üzərinə 7 gəldi 15. Print M də 15 oldu. Aydın, düzdür. Düzdür. Yaxşı, verin uşaqlar, suallarınızı verin. – 48. 48'i mən deyəcəm. Bizim burada 2 dənə funksiyamız var. Birin adı func1 qoyulub, digərinin adı func2 qoyulub. Func1-in parametrləri x və y-dir, func2-in parametrləri isə d ilə f-dir. İndi gəlin baxaq görək bizim üçün aşağıda nə verib? Bizə deyir ki, print func1 3 6. Yəni func1 adlı funksiyadan başlayacağıq.
x3, y6 adi qaydada yerinə yetiririk. x3, y6 olduqda a bərabərdir funq 2 x, y. Aha. Funq 2 funksiyası üçün df-in yerinə x, y qoyacağıq. Nəticədə də x, y 3 ilə 6 olduğuna görə elə yəni artıq df-in yerinə 3, 6 qoyacağıq nəticə etibarilə. Bu zaman nə olacaq? D bərabərdir 3 plus D vurulsun 2. D dediyimiz nə idi? X idi, o da 3. Yəni 3 plus 6 3 plus 3 vurulsun 2 də yəni. Verir 9. F bərabərdir D plus F. D üçün nə tapdıq? 9 tapdıq. F-də nə idi? 6. Elədə neçə bu? 15. Return D plus F. Mütləq return'ü də yerinə yetiririk. Nə alırıq buradan? 24. Artıq, bax, A bərabərdir funq 2 x, y üçün biz 24 tapdıq. 24, bax burada 24, üstəcəl 24, üstəcəl y vurulsun 2. Y nədir? 6-dır. 6 vurulsun 2, elədi neçə? 12. Bu da bizə nə verir? 36. A-nı tapdıq, keçdik D-yə. Və D nəyə bərabərdir? Funq 2 x, y. Yenə eyni qaydada yerinə yetiririk. Deməli 3, 6. X-in və Y-in qiyməti dəyişməyib da bu arada. Biz nə tapmışıqsa A üçün tapmışıq yuxarıda. Yenə 3, 6 ilə davam edirik. D-nin yerinə 3 qoyuruq, F-in yerinə 6 qoyuruq. D bərabərdir 3 plus D vurulsun 2. Bu zaman nə tapırıq? Biz, indi bir dənə məsələ var da burada. Biz D üçün 9, F üçün 15 tapmışdıq. X, Y-in qiyməti dəyişməsə də, amma D ilə F-in qiyməti dəyişib də onu nəzərə almalıyıq. 9 ilə 15 bunlarla davam eləsək, 3 plus 18 bizə nə verir? 21. F də bərabərdir D plus F. 15 plus 21. Bu bizə nə verir? 36. Deməli, return D plus F bizə nə verir? 21 plus 36, 57. Demək, funq 2 x, y plus x. X-in də qiyməti nə idi? Burada bərabərdir. 57. 57. Üstəcəl, x-in qiyməti nə idi? 3. Bərabərdir nəyə? 60-a. Return A plus B. Artıq A-nın qiyməti 36, B-nin qiyməti nə idi? 60. Return A plus B bizə verir nə? 96. Funq 1, 3, 6 üçün. Bu şəkildə. Müəllim, burada cavab 63 çıxıbdı. Bir dəqiqə. Bir dəqiqə. Düzdür. Bizim burada xırda bir səhvimiz oldu. Buradan qaynaqlanacaq. 3 plus D ilə F-in D ilə F üçün biz birinci A üçün hesablayarkən tapmışdıq 9 ilə 15-i, düzdür. Burada 3 plus D2 köhnə qiymətləri ilə geçsək, ə, 36 tapmışdıq da funksiya. Funksiya x, y-in qiyməti
36'dır. Bunu bir də niyə hesablayırıq? Buna ehtiyac yoxdur. 36 plus 3'dür buradan. Düzdür. 36 plus. Nəsə bir dəyişiklik verməyib ki burada. Ee, Müəllim, 36 funksiyanın qiyməti deyil, A-nın qiyməti 36. Funksiyanın qiyməti 24. 24 idi. Bəli, bəli, 24. 24 düzdür. 24 plus x-in qiyməti də dəyişməyib 3. 27. Var başqa problem burada? Punkt 2 üçün x, y 24 tapmışdıq. O üstünə gəldi y vurulsun 2-ni. Yəni 12-ni. B-də bərabərdir. Funkt 2 x, y deməli 24 plus 3 27. Bu şəkildə. Nə verib cavabı? Cavabda bunları toplayacaq 63. 63. Düzdür 63. 30. Çünki A plus B-ni qaytarır. 13, 5, 6, 63. Düzdür. Sadəcə olaraq mən burada fərqli qiymətləri nəzərə aldım. Halbuki burada funkt 2x, y-i başda hesablamışdıq. Ehtiyac yox idi buna. Çünki mən bunun, belə deyək də, A bərabərdir funkt 2x, y. Burada inanmadım ki, funkt 2x, y-i bir də təzdən verir. Mən başqa parametri nəzərdə tutdum. Bir də təzdən 9, 15-i hesablayanda başqa cavab gəldi. Yəni, biraz sadə imiş, sadə yanaşmaq lazım idi. Mən nə bildim, o qədər sadə olmazdı. Elə bir başqa hesab verir. Ona görə. Düzdür, Filiz. Yaxşı, başqa harada problemimiz var? Bu yazı tələb edənləri işləmisiniz? Ümumiyyətlə. Yəni, belə deyil, işləyən var. Nəyi müəllim? Ətraflı yazı tələb edən. Bəli. Mən elə belə oradan buradan işləyirəm. Yəni cavaba da baxıram, yazmağa çalışıram. O özü də bir iş deyil. Mən də Mikail, asanları özü istəyirəm, çətinləri cavablardan baxmaz. olsun. Asanları Olsun. özü Cavablara Mən də baxıb nəsə öyrənə bilərsiniz. Cavablar orada sizə ipucu verir də ən azından. Necə başlaya bilərsiniz ən azından onu deyir də sizə. Amma bunları imkan düşdükcə bunları bir yerdə işləməliyik də. Yəni bunların hamısı sizin boynunuzda deyil. Mən kompüterə bir də həm arxadan baxıram, yazıram, başa düşürəm. Sonra o silirəm, bir də təzədən özüm qururam. Necə edirsən Mikail? İndi